Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugünkü videomda sizlər üçün çox dadlı, ləzzətli, ağızda əriyən, yumuşaq Spartak tortu hazırlayacağım. Əvvəlcə tortun xəmirini hazırlayırıq. Xəmir üçün 150 qram kər yağı götürürük. Üzərinə 1 stəkan dolu, yəni 200 qram şəkər tozu və 3 xörək qaşığı dolu bal əlavə edirik. Ayrıca bir qazanın içərisinə də su əlavə edirik və həmin o su isti olduqca, yəni qaynadıqca bu qabımızı da həmin qazanın üzərinə yerləşdiririk və onun parında, yəni həmin o qaynayan suyun parında ocağın orta atəşində yağımız, bal, şəkər tozu tam əriyənədək bunları yaxşı-yaxşı qarışdırırıq. Değerli izleyicilerim, videomuzu izleyerken saniyenizi ayırıp yukarıda gördüğünüz beğen düğmesine dokunarak videolarımızı beğenmeyi unutmayın. Eğer beğenirsinizse yaxınlarınızla da paylaşın. Bir de küçük kanalım Kəmalə Kərimli Vlog kanalıma da abone olsanız çok sevinirim. O kanalımda da dəstəyinizi gözləyirəm. Gördüğünüz kimi yağımız tam əridi, şeker tozudur, baldır əridi. Qarışdırdıqda, əlinizi bir qədər toxundurduqda baxsanız ki, şeker tozu tam əriyib, içərisində dənə halında, diri halda qalmayıb. Bu cür olduqda üzərinə 1 çay qaşığı dolu çay sodası əlavə edirik. Çay sodasını da içərisinə əlavə etdikdən sonra yenə də əlimizi dayandırmadan demək o qədər qarışdırırıq ki, tam köpük halına gəlsin. Həm qabarır, həm köpüklənir. Gördüyünüz kimi rəngi də ağappaq ağarır. Bu cür olduqda bir qədər də qarışdırırıq. Və əgər sizin bu hazırladığınız kütlə çox qaynar deyilsə, yumurtaları da elə 3 ədəd yumurta istifadə olunur bura. Yumurtaları da əlavə edərək tez-tez qarışdıra bilərsiniz. Məndə artıq su qaynadığına görə, qazanın içərisində su çox qaynamışdı. Artıq bu kütlə də çox qaynar olduğuna görə mən yumurtaları kənarda əlavə etdim. Çünki qorxdum ki, yumurtalar içərisində bişə bilər. Çünki çox qaynar idi, gördüyünüz kimi su artıq qaynayırdı. Ona görə amma çox qaynar olmasa, sizlər elə bu yumurtaları da ocağın üzərində olarkən əlavə edərək qarışdıra bilərsiniz içərisinə. Qeyd etdiyim kimi mənim kütləm çox qaynar olduğu üçün 1-2 dəqiqə gözlətdim. Deməli, burada da 4 stəkan un götürürük, üzərinə 1 paket vanil və 3 xörək qaşığı kakaonu qarışdırıb bir kənarda gözlədirik. 3 ədəd yumurtamızı da qarışdırırıq. Bu kütlənin içərisində yaxşı-yaxşı qarışdırdıqdan sonra kakaolu, vanilli unumuzu da hissə-hissə əlavə edirik və yumuşaq, bir qədər də ələ yapışqan bir xəmir olur. Xəmirinizin ələ yapışmasını görüb, qətiyyən artıq un töküb xəmiri bərkitməyin. Əgər xəmir bərk olarsa, həm sizin bişirdiyiniz yuxalarınız bərk alınacaq, quru alınacaq, həm də ki, yayarkən sizlərə çox çətinlik yaradacaq. Qeyd etdiyim kimi xəmir bir qədər yumuşaq və ələ yapışqan bir xəmir olur. Üzərinə bir salafan örtürsünüz. Salafanı örtün və elə masanın üzərində xəmiri bir hardasa yarım saata kimi gözlədin ki, xəmir qalsın, soyusun. Amma qətiyyən soyuducuya da yerləşdirməyin, soyuducuya da qoymağı məsləhət görmürəm. Elə ev temperaturunda üzərinə bir salafan örtürsünüz və bir yarım saat gözlədin ev temperaturunda masanın üzərində ki, xəmir soyusun. Baxın, burada artıq mənim xəmirim soyuyub. Xəmir soyduqdan sonra ələ yapışması qətiyyən olmur. Əgər sonradan lazım olarsa, masanın üzərinə bir qədər un səpərək xəmiri yenə də toparlaya bilərsiniz. Amma məndə un lazım olmadı. Əgər istəsəniz, kündələriniz hamısı eyni bərabərdə olsun. Onda əvvəlcə xəmiri tərəziniz varsa tərəzidə çəkirsiniz. Xəmirin kütləsi nə qədər gəlirsə, həmin o kütləni də 8 yerə bölürsünüz və həmin o gələn qramdan da demək kündələrinizi tutursunuz, kündələyirsiniz. Kündələdikdən sonra artıq kündələrin üzərini örtürəm və mən başlayıram kremimi hazırlamağa. Krem hazır olduqdan sonra da və bir-bir kündələrimi yayıb bişirirəm. Kündələri yenə də qeyd edirəm, masanın üzərində saxlayın, qətiyyən soyuducuya yerləşdirməyin. Krem olaraq da mən həm bişmiş krem hazırladım, həm də qatlaşdırılmış südlə, yağla olan hər iki kremdən hazırlayıb bir-birinə əlavə etdim və çox dadlı, eynən dondurma dadında möhtəşəm bir kremim alındı. Demək, əvvəlcə bişmiş krem hazırlayıram. Burada 1 ədəd yumurtadır, 1 stəkan şəkər tozu, 2 stəkan yarım süddür və 3 xörək qaşığı da nişastadır. 3 xörək qaşığı dolu qarğıdalı nişastasından istifadə etdim. Bunları yaxşı-yaxşı qarışdırıram. Yaxşıca qarışdırdıqdan sonra ocağın üzərinə yerləşdirirəm. Ocağın orta atəşində əlimi dayandırmadan tam qatılaşana qədər qarışdırıram.
Əlinizi qətiyyən dayandırmayın, çünki tərkibində nişasta olduğu üçün düyünlənə bilər, topa-topa qala bilər kreminiz. Ona görə tam qatlaşana qədər, qaynamağa düşüncəyə qədər əlinizi dayandırmadan, baxın bu cür pıqqa-pıqqa edənə qədər qarışdırmaq lazımdır. Qaynamağa düşdükdən sonra da çox yox, 1 dəqiqə qaynadıb ocaqdan götürürük. Ocaqdan götürəndən sonra da tez soymasını istəyirsinizsə, bir ayrıca qabın içərisinə əlavə edirik və üzərinə bir salafan çəkirik ki, üzəri qaysaq bağlamasın. Daha sonra isə artıq başlayırıq kündələri bir-bir yaymağa. Kündələrin üzərinə altına bir qədər un səpib yayırıq. Mənim tortumun dairəsi 28 sm olduğu üçün mən 28 sm-dən biraz artıq yaydım ki, baxın burada artıq görürsünüz 28 sm-dən biraz artıq yayıram ki, həmin o kənarlardan çıxan hissələrdə ovuntu hazırlayıb tortun kənarlarını, üzərlərini örtmək üçün. Yuxalarımız çox tez bişir. Hər biri 3 dəqiqə, 4 dəqiqə müddətində bişir. Qətiyyən çox saxlayıb qurutmayın ki, quru alınmasınlar. Yumşaq olmalıdır. Baxın, burada yumşaqlığını da sizlərə göstərirəm. Baxın, gördüyünüz kimi yumşaqlar. Sobadan çıxaran kimi elə isti olan müddətdə isti 28 sm olan ya dairə ilə, bu cür dairəniz yoxdursa, adi bir 28 sm olan qapaqla da kəsə bilərsiniz. Kəsirsiniz və kənar hissələrində ovuntu üçün kənara qoyursunuz. İndi isə keçirəm krem hazırlamağa. Krem üçün 400 qram ev temperaturunda tam yumşalmış kərə yağımızı mikserlə rəngi ağarana qədər qarışdırırıq. Yağın rəngi tam ağardıqdan sonra bir banka qatlaşdırılmış südümüzü hissə əlavə edərək əvvəlcə biz yağlı krem hazırlayırıq. Onu da qeyd edim ki, mütləq çalışın ki, kremin çürüməməsi üçün diqqət edin ki, istifadə edəcəyiniz həm yağ, həm qatlaşdırılmış süd hər ikisi ev temperaturunda olsunlar. Biri soyuq, biri isti olarsa, yəni biri soyuducudan çıxarılmış, biri ev temperaturunda olmuş olarsa, onda kreminiz çürüyə bilər. Ona görə çalışın ki, hər ikisi ev temperaturunda olsunlar. Qatlaşdırılmış südlə yağlı kremimizi hazırladıqdan sonra demək bişirdiyimiz bu bişmiş kremdə, yəni zavarno kremimiz də tam soyuyub, tam soyduqdan sonra onu da bir dəfəyə qətiyyən əlavə etməyin. Bir dəfəyə əlavə etsəniz yenə də kreminizi çürüdə bilər. Hissə isə mən 2 xörək qaşığı olmaqla hər dəfəsində 2 xörək qaşığı əlavə etdim və 2 paketdə şəkərli vanil əlavə etdim içərisinə və beləcə bişmiş krem də bitənə qədər 2 xörək qaşığı olmaqla əlavə edərək tam qarışana qədər bunları da qarışdırmaq lazımdır. Hər dəfəsində yaxşı mikserlə qarışdırmaq lazımdır ki, krem tam digər kremin canına hopsun. Baxın, gördüyünüz kimi bu cür eynən dondurma dadında çox ləzzətli bir bolluca kremimiz hazır oldu. İndi isə keçirik tortumuzu yığmağa. Əvvəlcə tortumuzun alt hissəsinə biraz, orta hissəsinə kremdən əlavə edirik ki, yuxalarımız sürüşməsinlər və 8 ədəd yuxamız var burada. Hamısını əlavə edərək aralarını bolluca kremləyib üst-üstə yığırıq. Demək, dəyərli izləyicilərim, onu da qeyd edim ki, mən bu yuxaları öz sobamda konveksiya rejimində 170 dərəcədə hər birini bir 4 dəqiqə müddətində bişirdim, götürdüm. Yenə də qeyd edirəm, çox sobada saxlayıb qurutmayın. Çox tez bişirlər, yəni yuxalar çox tez bişirlər, nazik olduğu üçün tez bişir. Adi konveksiyasız sobalarda isə 190-200 dərəcədə bişirə bilərsiniz. Yəni tez bişirlər, qeyd etdiyim kimi. Hər biri 3-4 dəqiqə müddətində bişib hazır olur. Qoyub getməyin, mütləq sobanın başında gözləyin. Əvvəlcədən bir 3-ün 4-ünü yayın, hazır edin. Daha sonra isə tez-tez bişirin. Çünki tez bişib hazır olurlar. Artıq 8-ci yuxanı da üzərinə yerləşdirdikdən sonra kremləyirik. Kənarlarını da kremlədikdən sonra tortun kənar hissələrindən kəsib çıxartdığımız bu ovuntuları da biz rondodan keçirdirik. Tortumuzun kənar hissələri bir qədər açıq qalmaq şərti ilə bir dənə kiçik ölçüdə qapaq yerləşdiririk üzərinə və tortun kənar hissələrini, bir də bu qıraqlarını öz ovuntusu ilə örtürük. Tən orta hissəsi üçün isə mən glazur bişirəcəm. Glazur üçün də 3 xörək qaşığı kakao götürürəm. 3 xörək qaşığı kakaonun içərisinə 3 xörək qaşığı dolu şəkər tozu əlavə edirəm. 6 xörək qaşığı süd əlavə edirəm və ocağımızın orta ateşində bunu qaynamağa düşənə qədər bişirirəm. Qaynamağa düşən kimi
Artıq burada baxın qaynamağa düşdü. Qaynamağa düşdükdə 40 qram kərə yağı içərisinə əlavə edirəm. 40 qram kərə yağını əlavə etdikdən sonra yağımız da əriyənə qədər qarışdırırıq. Tez-tez qarışdırırıq. Yağımız əriyir. Tam yağımız ərdikdən sonra ocağımızdan götürürük. Amma qaynar halda mən bunu tortun üzərinə əlavə etmirəm. Çünki qaynaya-qaynaya üzərinə əlavə etsəm, onda kremimiz əriyə bilər. Biraz belə qarışdırıram ki, tez-tez biraz ilıq hala gəlsin. İlıq hala gəldikdə tortumuzun tən orta hissəsinə əlavə edirəm qlazuru və əlavə etdikdən sonra dərhal yaymaq lazımdır. Çünki glazur qaldıqda bərkiyir, qatlaşır. Ona görə üzərinə əlavə edən kimi dərhal yayın. Bir də onu da nəzərinizə çatdırım ki, tam soyutmayın. Tam soyutsanız onda da glazur bərkiyəcək, tortun üzərinə əlavə edə bilməyəcəksiniz. İlk istiliyi çıxsın, ilk istiliyi çıxan kimi tez əlavə edirik, orta hissəsinə yayırıq və tortumuzun bu kənar hissələrini də ağ rəngdə şokolad qırıntıları ilə bəzəyirəm. Tortu hazırladıktan sonra yaxşı olar ki, bir gün saxlayasınız, yəni bir gecə saxlayasınız. Daha sonra isə səhəri gün artıq kəsib nuş edə bilərsiniz. Mənim tortum pay olduğu üçün çox təəssüflər olsun ki, kəsib iç görünüşünü sizlərə göstərə bilməyəcəm dəyərli izləyicilərim. Qeyd etdiyim kimi, çünki tort paydır. Ona görə kəsib göstərə bilməyəcəm sizlərə. Hazırlayan hər kəsə nuş olsun. Göz haqqınızı halal edin. Sizlər də hazırlayın. Yumuşaq, ağızda əriyən, çox dadlı, ləzzətli bir tort alınır. Bura qədər videomu izləyib, bəyənən və mənə hər zaman dəstək olan, şərhlərdə xoş, enerji dolu, pozitiv sözlər yazan hər kəsə, hər bir izləyicimə ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm. Yeni videolarda görüşmək ümidilə. Sağ olun, salamat qalın.